Bax, mənə biri başa sala bilər. Bəlkə doğrudan da mən heç nə bilmirəm. Siz bilirsiniz, hamınız alimsiniz. Bir başa salın görün bu axırıncı müstəqil qəzet. Talış müstəqil dövlətin qəzetidir bu. Nə yazıb? Azərbaycanın sonuncu müstəqil qəzeti. Toluşon Sadonun bərpasını tələb edirik. Deməli, Toluşon Sadonun bərpasını tələb edirik. Ateş TV. Deməli, Ateş TV bu Talış televiziyası. Talış sözü də axı türk sözüdür. Siz bir anlayırsınız nə danışırsınız. Bu hansı harda olub bu? Azərbaycanın sonuncu. Bu Azərbaycan deyirsiniz. Sonuncu müstəqil nədir? Bu Azərbaycan içində müstəqil dövlət kimi olubdur? Mənə bir başa salın. Qardaşlar, belə şeylərə əl atmayın. Bu təxribatı. Kim eləyir bu təxribatı? Bu Avropada, Rusiyada oturmuşsunuz. Bizim bu Talış qardaşları niyə axır qoymursunuz yaşasın ay kişi? Lənkəran dövləti nədir? Masallı dövləti nədir? Lerik nədir? Bilirsiniz, lerikin mənası nədir? Türk sözüdür. Masallı nədir? Bilirsiniz? Mən yenə də deyirəm, biz axır mən hansı dildə danışıram? Ay kişi, mənbələri mən dedim sizə. Bax, bu oturubsan televiziyada da. Başqa ölkədə belə televiziya, dövlət varsa, qardaş, mən dəstəyəm. Oğlum, mən bir şey demirəm. Burada nə deyim? Tanrı istəyən şeyi mən heç nə deyəmərəm. Amma Azərbaycanla niyə əlləşirsən? Harda qazetin varsa, qazet necə olubdur? O qazeti hansı devirdə olubdur? Axır mən bilmirəm hansı dildə danışıram. Mən deyirəm Avropada gəlin, gedək 1600-ə gəlin. Mənbə tapsanız Qafqaz xalqlarının haqqında mənbə. Qardaş, mən hamının qarşısında üzr istəyəcəm. Bütün millətlərin qarşısında üzr istəyəcəm. Mən sizlə bir dənə yol xərcimi ödəyin və salam. Yeməyini özüm verəcəm. Yol xərcimi ödəyin. Sizlə gəlirəm. Mən də neçə ki salamatam, bilmirəm. Böyüm varam, sabah yoxam, nəyəm, bilmirəm. Amma yenə də deyirəm. Beləlikə bu təxribatçıları bilmirəm kimlər. Bu Qafqazda müharibə əlov olsun. Başa düşürsünüzsə Ruslar çalışır, Avropa çalışır. Yenə də deyirəm. Yəni bunu Farslardır, Ruslardır, Haylardır. Suni xalqlardılar, yanıqlar. Ruslar bugün görürsünüz bizim haqqımızda nə deyirlər. Ermənilər oturub gülürlər bizə. Bax bu meymunlar ay kişi. Bu meymunlar bizə gülür. Hələ baxın. Bu yetimçə iylənmiş xalq Xorinasının o deyir. Yaxşı deyib, xorinasıdır, kərində fahişədən olan xalq, iylənmiş, iblisdən olan xalq bugün lağa qoyur bizi. Bu haylar gəlib hamama Azərbaycanlar tikib, yaradıb ki, və bunlara hamam qurub, yaradıb ki, gedin 2000, ay Ruslar, 1900-cü ildə. Bax bunların törəmələri oturub bizə lağ edirlər. Bax bu Ruslardır, süpürür Bakı şəhərini. Təmizlik öyrədirdik da biz. Bunları iylənmiş xalq indi növt magnatı olub bunlar sonra. Adam olublar, bizə söylürlər, lağırlar ki, Kremllər, Kreml. Türk kimdir, nə kidir? Ay kişi, o yetimçələr, o deyir, biabırçılıqdan özlərini xilas etmək üçün müharibəyə əl atırlar. Bunlar hamısı biabır olublar. Başa düşdünüz? Bax, bu xalqlar hamısı biabır olublar. Bax, bunlar ki, Avropalılar yaradıb.
Rusları Avropalılar yaradır. Pyotr heyvan nəyə görə deyil? Pyotr bunlara ad qoyub niyə? Heyvan adı, животные. Pyotr bunlara niyə xoruz deyib? Pitushki, xay, krasne pitushki, xoruz deyib bunlara. Petrov xoruzları və Petrov heyvanları bizə lağ edirlər. Deyir ki, они этот, создали нас. Pyotr xahiş edib Ruslara, İsveçə, bizə nağıl yazın, bizə tarix yazın. Onlar da götürüb deyib, hansı nağılı yazaq ki, Pyotrun xoşuna gəlsin. Şved alimləri, tarixçiləri Ruslara tarix yazır. Bunlar bizə gülürlər. Özləri biabır olublar. Farslar hala biabır olub ki, bunlar Türk torpağında yaşayırlar. Rusdur, haydı, Farsdır, bu qaraçı Farslar. Türk torpağında bunlara dövlət yaradılır. Həzm eləyənlər. Başa düşdünüz? Həzm eləyənlər, ona görə belənkləri də, bu ləzgiləri də, məsəl üçün, bu da belənki ləzgiləri yaradırlar. Ləzgilər deyir ki, deməli, görün nə deyir ləzgilər. Avarlar deyir, döyüşürmüş, Nadir Şahı məhv edirlər. 1700, ay Allah. Ləzgilər deyir, avarlar Nadir Şahı məhv edirdi. Dərbənd, deməli, tacik mənasıdır. Artıq Dərbənd, deməli, tacik mənası olur. Deməli, taciklərin də Dərbənd deyirlər. Deməli, Qafqazda bir 5-10 dənə avardır, ləzgidir, məsəl üçün də olublar o illərdə. Bunlar hamısı özlərinin ordusu, krallığı, ay kişi, bu nağılları qəsdən belənkə adamları hazırlayırlar. Görün, bizə qarşı da, hansı ki bilirlər, Tacikləri deyir ki, Dərbənd Tacikistanındır. Nə gəldi, harda, deməli, uydurma, bu Ruslardır. Oturub, hallarına bax, belə, deməli, Talış televiziyasıdır, Talış qəzeti görürsünüz. İndi də Talış himni çalırlar, Talışın bayrağını qaldırırlar. Yəni, bu insanlar bugün nə ilə məşğuldur? Bax, bunlar edirlər. Yəni, baxın, başçıları budur, Putinlə Saravyov. Aha, budur, baxın, Talışların bayrağıdır, himnidir. Nə gəldi, deməli, burada Qafqazda qan töküldü. Bunları, bu bədbəxtləri haradan düzəldiblər. Yenə də deyirəm, gəlin çıxarın, hara deyirsiniz, ora gedək. Amma Azərbaycanla əlləşməyin. Yəni, Azərbaycan Türklərlə əlləşməyin. Türk heç kəsə zərər vuran deyil. Türk hamıya qardaş deyil. Siz Türkə qarşı niyə çıxırsınız belə? Bax, belənki danışırsınız, Lənkəran dövləti olubdur. Lənkəranın qazeti olubdur. Televiziyası olur da, ayıb deyil. Ayıb deyil, ay kişi, qoyun yaşayaq da. Bunu Ruslar, ay kişi, kim öz xalqını satsa, o satqını birinci məhv edəcəklər. Görün, Asetinlərdir, Abxazlardır, Gürcüləri satdılar da. Məsəl üçün, indi onların tərkibindən çıxdılar, görürsünüz, Rusun dabanının altındadır. Yəni, hansı dövlətdə kimsə istəyir onun torpağını alsın, eləsin, ona torpağı da alıb verəndə o olacaq nökər, o olacaq onun şesyorkası. Ömür boyu elə olubdur. Yəni, bunu Kürdlər də bilir, çox gözəl, onu Talışlar da ağıllar bilir, ləzgisi də. Haylar nə gündədirlər, Farslar nə gündədir, Ruslar nə gündədir. 300 ildir Rusiya görürsünüz, Türk başı kəsir. 100 ildir Fars gəlib hakimiyyətə, Türk başı kəsir. 100 ildir Haylar gəlib, deməli, hakimiyyətə dövlət yaradıblar, Türk başı kəsir. Yəni, yaşaya bilmirlər. Niyə? Həzm eləyəmirlər ki, Türkün torpağında yaşayır. Bu xalqlar, Fars, haydı, Rusdur, həzm edə bilmirlər ki, Türk dövlətinin torpağında yaşayırıq. Niyə? Biz axır
elə olmalıdır. Ona görə də türklə müharibə, türkü məhv eləmək istəyirlər. Bax bu qədər. Yəni bundan əl çəkin ay qardaş. Oturmuşuq Ləzgi də, Talış da, Kürdü də, Avarı da, Yahudisi də, Tatı da, nə bilim Ucini də hamı qardaş kimi bir ailəyik. Buyurun oturmuşuq yerimizə yaşayalım ay kişi.